Daima həyatındakı problemləri həll edə bilməməkdən şikayətlənən bir adam bir gün bir müdriklə qarşılaşır. Müdrik onu öz evinə aparır. Adam müdrikdən soruşur: "Mən nə edirəmsə edim, problemləri həll edə bilmirəm. Mən nə etməliyəm?" Müdrik adamın qolundan tutur və onu pəncərənin qarşısına gətirir. Pəncərədə qanadlarını açıb çölə çıxmağa çalışan bir kəpənək görür. Müdrik astaca pəncərəni açır ki, kəpənək çölə çıxsın. Amma bu heç bir nəticə vermir. Kəpənək çırpındıqca çırpınır və yerə çırpılır. Bir müddət müşahidə etdikdən sonra müdrik üzünü qonağa çevirib və deyir: "Kəpənək çıxış yolunun şəffaf pəncərə olduğunu düşünür və dayanmadan pəncərəyə dəyir və yerə düşür. Əslində biraz kənara çəkilsə, mənzərəyə kənardan baxsa, görəcək ki, açıq pəncərə var. Bütünü görməyib, sadəcə bir nöqtəyə baxdığı üçün azadlığını əldə edə bilmir." Bəli, düşünürsünüz ki, həyat sizin qarşınıza çıxa bilməyəcəyiniz problemlərlə gəlir, maneələr törədir. Bəs nə etməli? Əslində həyat sizə heç bir şey etmir. Siz özünüz özünüzə edirsiniz və öz düşüncələrinizlə sadəcə bir-iki addım geri çəkilib sakit düşünməlisiniz və ən əsası isə başqa həll yolları axtarmalısınız. Çünki yeni yollar hər zaman var. Həyatın hər bir anı gözəl və şəndir. Sadəcə siz buna inanmalısınız. Gününüz uğurlu olsun.